testi paylayam sizə. Keçən həftəki testdən fərqli testdir bu. Bunlar beynəlxalq testlərdir hamısı. O aqressiyanı yoxlayan, depressiyanı, təklik hissini yoxlayan. İndi mən bu testləri paylayacağım. Burada demək əslində iki test var. Birinci testdə, baxın, bu hər bir, görürsünüz, 1, 2, 3 nömrələnmiş mövzulardır. Hər mövzuya aid 4 dənə fikir var. Məsələn, əhval-ruhiyyə, настроение, ona aid 4 fikir var ki, мне грустно или я испытываю тоску, я расстроен. Məsələn, bu 4 fikri oxuyacaqsınız. Məsələn, əhval-ruhiyyənizə hansı uyğundursa, o dairəni qaralayacaqsınız, qeyd edəcəksiniz. Yəni, bu belə asan qaydada gedir. Arxasında da bunun suallardır. Baxın, bunlar hamısı suallardır. Əslində, çox maraqlı suallardır, asan dərk olunan bir suallardır. Sadəcə olaraq həcmi böyükdür ki, yaxşı gözlə görmək asan olsun da, qeyd eləmək asan olsun. Bəli. Burada bu birisi vərəqsə, arxa isə bu başqa bir testdir. Bu testdə isə, baxın, hər hansı bir fikir yazılıbdır. 1, 2, 3, 4, hər fikrin də qabağında 4 dənə görürsünüz boş xana var, ячейка var. Hansına uyğundursa, məsələn, tutaq ki, мне не хватает общения, mənə ünsiyyət çatmır. Və burada 4 var, часто, tez-tez, inaqda, hərdən, redka, lap az hallarda, nikaqda, heç vaxt. Sizdə hansına uyğundursa, onun qabağına, bax bu xanada, ячейкada qeyd edəcəksiniz. Düşünürəm ki, burada çətin bir suallar, çətin bir mövzu yoxdur. Bəli. Burada çox asan dildədir. Mən elə gəlir ki, bunu hamı sualın mənasını başa düşə biləcək. Azərbaycan bölməsi başa düşmürsə tərcümə eləmək olar. Bəli. Rus dilimləri suallar. Rusçadır, amma asan da suallar. Heç bilməyəcəksiniz, onu da el yox, biləməzsiniz. Gələndə Azərbaycan testləri. Baxın, burada amma paylayan baxsınlar və gördüyünü bilməkdə vacibdir. Paylasınlar hamısını. Elvira paylayan anketləri və paylayacağım. gözlərini çıxartın.